Ümumdünya Şəhər Salma Forumunun 13-cü sessiyası öz işini davam etdirir. Biz isə buradakı iştirakçılarla, qonaqlarla söhbətlərimizi davam etdiririk və hal-hazırda da yanımda Afrikadan olan iki qonaq var və onlardan da ümumi forumla bağlı və açılış mərasimi ilə bağlı fikirlərini öyrənəcəyik. Hello. What is your impressions about all of the forum and opening ceremony? Okay, I think let me start with the forum. I think it's a very important platform to amplify most of our voices because housing crisis is a global issue, and you know, everybody coming from different parts of the world, this is an opportunity to share and learn from each other. So I think it's a unique experience, and for us all, we are taking something back home. Thank you so much, and you? Yeah, Your impressions? my name is Antoine from Benin. So I'm from Slum Dweller International. So as we living in slums, we are the one need this housing program to happen in our communities. So coming to WOOF in Baku, we realize that there are we have a lot of organizations doing housing program around the world. And this is an opportunity for us to be in partnership with them in order to find solutions together to housing crisis happen in our slum communities around Africa, especially in slum communities. So, and also I can see that you in Baku, you have already housing Baku. So Baku have already been housing. So we can learn from Baku experiences and then try to implement that in our countries. Thank you. Thank you so much. Enjoy your time. Mən müsahiblərimdən onların ümumi təəssüratlarını soruşdum və aldığım cavablar ondan ibarət idi ki, ümumiyyətlə birinci müsahibim bildirdi ki, bu cür platformalar çox vacibdir. Xüsusilə evsizlik dünyada çox qlobal problemlərdən biridir və dünyanın müxtəlif yerlərindən gələn insanların burada öz fikrini bölüşməsi və bir-birindən öyrənməsi üçün bu platforma böyük fürsətdir və o bildirdi ki, bu hər kəs üçün unikal bir təcrübədir və hamı bu forumdan ölkəsinə mütləq ki, nəsə aparacaq. Digər bir müsahibim isə bildirdi ki, o Benindən gəlib və Islam International təşkilatını təmsil edir və o bildirdi ki, o gecəqondu ərazilərində yaşayır və məhz buna görə də o mənzil proqramlarının onların icmasında da həyata keçirilməsinə ehtiyac duyduğunu bildirdi və məhz Bakıda keçirilən şəhər salma forumuna gəldikdən sonra o görüb ki, dünyanın müxtəlif yerlərində mənzil proqramları həyata keçirilən təşkilatlar var və bu da onlar üçün, yəni bu platforma onlar üçün həmin təşkilatlarla tərəfdaşlıq qurmaq, xüsusilə Afrikadakı gecəqondu icmalarında yaşayan mənzil problemlərinə birlikdə həll yolu tapmaq üçün bir fürsətdir və o bildirdi ki, Bakıda mənzil layihələri artıq həyata keçirilib, o bunu görüb və o Bakını bu sahədə böyük təcrübəyə malik bir ölkə kimi qiymətləndirdi və bildirdi ki, onlar da məhz Bakı təcrübəsini öz ölkələrində tətbiq etmək üçün səbirsizlənirlər və qeyd etdiyim kimi qonaqların təəssüratları olduqca böyükdür və hər kəs mütləq ki, bu platformadan, bu forumdan ölkəsinə nələrsə aparacaq. Hələlik isə mənim çatdırmaq istədiklərim bunlardan ibarət idi. Buyurun, söz studiyadadır.